Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Aziz ve muhterem kardeşler, ilk önce Uca Rabbimiz Allah Subhanahu ve Taala'ya həmd olsun. Bize müvəffəqiyyət verir, dinimizi öğrenmeye, sahilliyi üzerimizden kaldırmağa, həmçinin hörmətli, fəzilətli qardaşlarla bir məclisdə iştirak eləyərək, cemaatla dinimizi öğrenmeye, Allahın şərəfli mələkləri ilə bir məclisdə iştirak etməyə, əziz qardaşlar, bu hamısı müsəlmana verilən nemətlər içərisində ən dəyərlisidir. Ən dəyərlisidir insanın dinini elm məclisində gəlib öyrənməsi. İnternetdən deyil, kitablardan deyil, məhz Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin qoyub getdiyi sünnə, o yol üzərində, o formada, o günkü kimi öyrənmək ən xeyirlisi, ən bərəkətli olanıdır. Əziz qardaşlar, biz əzəmətli Quranın təfsirini keçirik. Bugünkü dərsimizdə Məun surəsinin, Əl-Məun surəsinin təfsirini götürürük Allahın izni ilə, Allahın müvəffəqiyyəti ilə. Məun surəsi, əziz qardaşlar, Quran-ı Kərimdə sıra sayı 107-ci surədir. Bundan əvvəl Qureyş surəsi, sonra isə Kəvsər surəsidir. Kəvsər surəsi. Biz artıq Kəvsər surəsini keçən dərsdə götürüb öyrənmişik. Deməli, Məun surəsi, əziz qardaşlar, əksər təfsirçilərə görə Məun surəsi Məkkədə nazil olmuşdu. Bir qism alimlər deyirlər ki, bir hissəsi, axırları Mədinədə nazil olmuşdu. Amma səhih, doğru düzgün olan odur ki, cumhur alimlərin görüşünə görə Məun surəsi Məkkədə nazil olmuş. Ayələrin sayı 7 ədəd ayə var Məun surəsində. Kəlmələr 25 kəlmədir. Bu surədə olan hərflərin sayı isə 112, bəzi qiraətlərdə isə 114 hərfdir. Yəni bizim oxuduğumuz Hafs ibn Asimdən olan qiraətdə 112 ədədli hərflərin sayı. Əziz qardaşlar, Məun surəsinin fəziləti barəsində sünnədə xüsusi bir şey varid olmamışdır. Yəni əcri, fəziləti barəsində xüsusi nəsə hədis yoxdur Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən. Səhih bir şey yoxdur. Ya da bu da normaldır. Yəni şərt deyil ki, bütün surələr və yaxud da ayələr barəsində xüsusi fəzilət varid olması bu şərt deyil. Bir çox surələrin barəsində fəzilət, əcr varid olmuşdur. Sonra əziz qardaşlar, Məun surəsinin nazil olma səbəbi. Məun surəsinin nazil olma səbəbi Əl-Vahidi Əsbab-ın Nuzul kitabında deyir ki, Muqatil və Kəlbi demişdir. Bu surə As ibn Vail Əs-Səhmi haqqında nazil olmuşdur. İbn Cüreyc deyir ki, Əbu Sufyan ibn Harb barəsində nazil olmuşdur. Yəni o İslama daxil olmamışdan əvvəl, hələ ki müşrik olan vaxtında etdiyi əmələ görə bu surə nazil olmuşdur. Etdiyi əməl nə idi? Əbu Sufyan ibn Harb hər həftə 2 dəvə kəsərdi. 1 və yaxud da 2 dəvə kəsərdi hər həftə. Sonra İslamı qəbul edir. Bir gün bir yetim onun yanına gəlib ondan bir şey istəyir. O isə onu əsası ilə vurur. Bundan sonra uca Allah bu ayələri nazil edir. Məun surəsinin ayələrini. Dini yalan sayanı gördünmü? Bax, elə odur yetimi itələyib qovan. Belə bu surə nazil olur. Peyğəmbər sallallahu aleyhi və səlləmə. As ibn Vail Əs-Səhmi haqqında niyə nazil olur? Səbəb odur, əziz qardaşlar, o qiyaməti və haqq dini inkar edənlərdən idi. Yetimlərə qarşı sərt davranır, onlara kömək etmirdi. Kasıblara yardım etməz, insanlara xeyir verməkdən çəkinərdi. Ümumiyyətlə, mərhəmətdən uzaq və təkəbbürlü biri kimi tanınırdı. Kim? As ibn Vail Əs-Səhmi. Əsas bu 2 nəfər barəsində surə nazil olmuşdur. Əziz qardaşlar, elə surələrin nazil olma səbəbləri də bəzən elə surə var ki, onun nazil olma səbəbi yoxdur. Necə ki, məsələn, bu surədə biz dedik ki, sünnədə varid olmuyubdur fəzilət barəsində bir şey. Məsələn, Fatihə surəsinin nazil olma səbəbi yoxdur konkret. Sünnədə ona dair xüsusi bir nazil olma səbəbi qeyd olunmuyur. Amma fəzilətləri həddindən artıq çoxdur.
Deməli, əziz qardaşlar, Məun surəsinin nazil olma səbəblərində başqa təfsirdə alimlər deyirlər ki, təfsir alimləri bu surənin nazil olması barədə bir neçə fikir bildirmişlər. Ən məşhurları bunlardır. Bu surə Qureyş kafirlərindən bəziləri haqqında nazil olmuşdur ki, onlar qiyamət gününü inkar edirdilər və hesab gününə inanmırdılar. Onlardan da kimdir? As ibn Vail, bir də Əbu Sufyan ibn Hərb olubdur. Başqa bir rivayətə görə surə İslamdan əvvəl Əbu Sufyan ibn Hərb haqqında nazil olmuşdu. O dəvə kəsmişdi, bir yetim ondan bir şey istədikdə onu əsası ilə vurmuş və heç nə verməmişdi. Həmçinin deyilmişdir ki, bu surə riya üçün namaz qılan, amma kasıblara kömək etməyən və ehtiyac sahiblərinə heç nə verməyən insanlar haqqında nazil olmuşdur. Əziz qardaşlar, Məun surəsini oxuyuram Allahın izni ilə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ərəaytəl-ləzi yukəzzibu bid-din, fəzəlikəl-ləzi yəd'ul yetim və la yahuddu alə ta'amil miskin, fəvailul lil-musallin, əl-ləzina hum an salatihim sahun, əl-ləzina hum yuraun və yemna'unəl ma'un. Mənası isə, əziz qardaşlar, ey Peyğəmbər, dini, hesab gününü yalan sayan kimsəni gördünmü? O elə kimsədir ki, yetimi qovar və heç kəsi, miskini yedirməyə təşviq etməz. Vay halına namaz qılanların, o kəslər ki, onlar namazlarında səhlənkardırlar. Onlar namazlarında riyakarlıq edərlər və kiçik bir şeyi verməkdən belə imtina edirlər. Deməli, əziz qardaşlar, elə surənin sonuncu 7-ci ayəsində surənin mənası qeyd olunur. Deməli, deyir ki, mənası birincisi vacib zəkat. Bir çox səhabə və tabinlərə görə, məsələn, Abdullah ibn Abbas və Əli ibn Əbi Talib bildirirlər ki, burada məun dedikdə vacib olan zəkat nəzərdə tutulur. Zəkatı haqqı çatanlara verməyənlər məunu qadağan edənlərdir. İkinci məna isə deyirlər ki, ev əşyaları. Digər bir qrup müfəssir alimlər isə hesab edir ki, burada insanların evlərində ehtiyac duyduqları gündəlik sayda yardımlar nəzərdə tutulur. Məsələn, qazan, balta, iynə, vedrə, od, yəni kibrit kimi bu kimi şey, su kimi borc verilən və istifadə edildikdən sonra sahibinə qaytarılan əşyalardır. Əvvəllər insanlar da görsən, qazanı götürürdülər, bir kənddə gəzirdi, istifadə edirdilər, xeyir işlərində bir-birinə baltadır, qabdır, vedrədir verərdilər, istifadə edərdi. Həmçinin mənası barəsində deyilmişdir ki, hər hansı bir fayda. Ən geniş və əhatəli fikir budur ki, məun insanlara təqdim etdiyiniz hər bir xeyir və hər bir fayda deməkdir. Əgər bu sayda yardımı başqasından əsirgəsəniz, o zaman bu ayədəki xəbərdarlığın dairəsinə daxil olursunuz. Yəni, insan qonşusuna, yəni ki, olduğu halda vedrədir, yəni qazandır, baltadır, bu kimi sudur, bu kimi şeyləri insanların zəruri ehtiyac duyduqları, istifadə etdikləri bu şeylər ki var, bunları verməyəndə artıq insan bu ayənin altına daxil olmuş olur, təhdidə. Deyir, niyə məhz surə bu adla adlandırılıbdır? Təfsir alimləri deyirlər ki, bu surə məun adının verilməsi müminin həyatındakı kiçik detalların önəmini xatırlatmaq üçündür. Surə böyük ibadətlərin, namaz və zəkat tərk edilməsinə qarşı xəbərdarlıqla başlayır və məun sadə yardımların tərk edilməsinə qarşı xəbərdarlıqla bitir. Görürsünüz, namazla başlayır, namaz və zəkatla, sonra isə nə deyir? Məunla, yəni kiçik insanların istifadə etdiyi əşyalarla bitir. Yəni deyir ki, bu adın əsas mesajı nədir? Bu adın. İslam yalnız böyük rukunlarla kifayətlənməyən, eyni zamanda sayda insan münasibətlərindəki yardımlara da önəm verən bir dindir. Qonşusuna ehtiyacı olan kiçik bir əşyanı, məunu verməyən şəxs əslində qəlbində sərtlik olan biridir. Və bu sərtlik əməkdaşlıq və mərhəmət tələb edən iman ruhuna uyğun deyil. Xülasə deyir ki, məun davamlı ictimai yardımın rəmzidir. Surədəki xəbərdarlıq başqalarına kömək etməkdən əlini çəkən hər kəsə, istər zəkat Allahın haqqıdır, istər də məun insanların sadə yardım haqqı olsun yönəldilmişdir. Əziz qardaşlar, surənin təfsirinə, ayə və ayə təfsirini oxuyuram.
Allah Teala Quran-Kərimdə Məun surəsində deyir: "Ərəaytəl-ləzi yukəzzibu bid-din." Birinci ayədə. Dini yalan sayanı gördünmü? Yəni qiyamət gününü inkar edən kəsi tanıyırsanmı? Onun bu inkarı yalnız sözlərində yox, əməllərində və davranışlarında da görünür. Bax o, sonra deyir ki, "Fəzəlikəl-ləzi yəd'ul yetim." Bax o yetimi itələyib qovar, yəni yetimə qarşı sərt davranar. Onun haqqını verməz, ona mərhəmət göstərməz. Dini yalan sayanı gördünmü? Əziz qardaşlar, din həm Allahın dünyada olan hökmləridir, həmçində axirətdir. Yəni insan düşünməsin ki, din yalnız burada olan hökmlərdir. Həmçinin axirət hökmləri də, axirətlə əlaqəli olanlar da dindir. Yəni bir insan axirəti yalanlayırsa və yaxud da ki, bir insan cənnət cəhənnəmi inkar edirsə, dini inkar etmiş olur. Çünki bu barədə kim xəbər verir bizə? Allah Subhanahu wa Taala öz kitabında, qiyamətə kimi oxunan kitabında bizə bildirir ki, cənnət cəhənnəmin vəsfi barəsində çoxlu ayələr var. Və elə dini inkar eləyən barəsində Allah Taala sura nazil eləyir. Ərəaytəl-ləzi yukəzzibu bid-din. Deyir, dini inkar edəni gördünmü? Görmüsənmi? Yəni o insan dini inkar eləyirdi, Allahın hökmlərini, axirəti inkar etdiyinə görə Allah Subhanahu wa Taala bu surəni nazil eləyir. Necə ki, Ayşə radiyallahu anha deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt olmuyubdur ki, onun üstünə, yəni yanına gələni əli boş qaytarsın. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem heç vaxt heç kim əli boş qaytarmayıbdır. Ona görə insan bacardığı qədər, imkanı olan qədər, həqiqətən də ehtiyac sahibi birisi ona gələrsə ona çalışıb yardım etsin. Və sələflərdən də gözəl bir söz var. Deyir ki, kim onun üstünə yardıma gələrdisə, deyir, xoş gəlibdir mənim günahlarımı silməsinə səbəb olan şəxs. Yəni bir insan elə bil ki, sənə yardıma gəlirsə, sən də ona verdiyin nədir? Sədəqədir, Allah üçün yardımdır. Biz də bilirik ki, sədəqə günahları, yəni sədəqənin faydaları çoxdur. Çoxlu hədislər gəlir. Ən birincisi günahları yuyub təmizləyəndir. Elə sədəqə sözü öz əziz qardaşlar sidq sözündəndir. İnsanın imanının sadiqliyini bildirir. Niyə? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir axı, sədəqə malı azaltmaz, artırar. Yəni əgər sən imanında sadiqsənsə, buna inanırsansa, sədəqə versən, insan niyə vermir ki? Deyir, birdən azalar, tükənər, qurtarar. İnsan imanında sadiqdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə iman gətirib o sözünə və bacardığı qədər olanından götürür sədəqə verir ki, imanda sadiqdir ki, inanır ki, o versə onun malı azalmayacaq. Əksinə malı artar, yəni xeyir bərəkət tapar. Və sonra Allah Teala Quran-Kərimdə Maun surəsində 3-cü ayədə deyir ki: "Və la yahuddu ala ta'amil miskin." Və kasıbı doyurmağa təşviq etməz. Və o kasıbı doyurmağa təşviq etməz. Yəni özü ehtiyac sahibinə kömək etməz və başqalarını da buna təşviq etməz. Bu isə qəlbin mərhəmətsiz olduğunu göstərir. Yəni bir adam var ki, bəzən özü kömək eləmir əziz qardaşlar. Özü dəstək olmur, xərcləmir, başqasına da mane olur. Bu da ki, əziz qardaşlar, insanın qəlbinin mərhəmətsiz olduğunu göstərir. Necə ki, alimlər təfsirdə belə izah vermişdilər. Sonra Allah Teala 4-cü ayədə deyir ki, "Fəvailul lil musallin." Vay halına o namaz qılanların. Vay halına o namaz qılanların. Burada deyir, bütün namaz qılanlar deyil. Yəni vay deyəndə sən bütün namaz qılanlar nəzərdə tutulmur. Aşağıdakı xüsusiyyətlərə sahib olanlar nəzərdə tutulur. Yəni bu ayədən sonraki gəlir, ayədən sonraki "Əlləzîne hum an salatihim sahun." Onlar namazlarından qafildirlər. Sonra nə deyir? "Əlləzîne hum yuraun." Onlar riyakarlıq edirlər. Yəni ki, namazlarını qılanda göstərirlər. Yəni bu nəzərdə tutulur. Yəni bütün namaz qılanlara bu təhdid, vəid buna aid deyil. Bəzi qardaşlar burada 3 dənə bir fayda qeyd edəcəm Allahın izni ilə. Deməli alimlər deyirlər ki, namaz barəsində xüsusilə də bu hissədə deyirlər ki, Məryəm surəsi 59, Müddəssir surəsi 42-43, Məun surəsi 4-cü, 5-ci, 6-cı ayələri dəlil gətirərək deyirlər ki, namazında səhlənkar yanaşan,
namaz qılıb tərk edən, 2. Ümumiyyətcə namaz qılmayan. Bu barədə deyirlər. Deməli, birincisi namazında səhlənkar yanaşır. Namazında səhlənkar yanaşır. Bu ayənin altına daxildir. Fəvailul lil musallin. Namaz qılır. Amma nədir? Namazında səhlənkardır. Yəni, namazını ya vaxtından keçirdir, ya axır vaxtında tələm-tələsik qılır. Deyir ki, bu barədə Allah deyir ki, fəvailul lil musallin. Vay o namaz qılanın halına. Yəni, deyirlər ki, cəhənnəmdə 3 dənə çuxur var, dərə var. Birinci Veil dərəsidir. Kimlərə aiddir? Namazını səhlənkar yanaşanlara. Yəni, namazını vaxtında qılmır. Ya sonuna saxlayır. Hədislərin birində Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vay o şəxsin halına ki, günəşin çıxmasını oturub gözləyir, sonra qalxır qarğanın dimdiklədiyi kimi tələm-tələsi, yəni qarğa başını yerə tez-tez vurur, yəni ki, o da namazlarını elə tələm-tələsi qılır. Yəni, namazını hara saxlayır? Günəşin qızarmasına, həmçində də məkruh vaxta saxlayır. Biz bilirik ki, hər bir namazın, əziz qardaşlar, girəndən çıxana kimi 3 vaxtı var. Əvvəli, ortası, axırı. Namazın ən fəzilətli qılınan vaxtı namazın girən vaxtındadır. Orta vaxtında da qıla bilərsən, axır vaxtında da qıla bilərsən. Yəni, axır vaxtı o deməkdir ki, 5 dəqiqə, 3 dəqiqə qalmış vaxtı. Yəni, bu bütün namazlara aiddir əsrdən başqa. Çünki əsr namazının sonunda məkruh vaxt var. Amma heç bir namazın sonunda məkruh vaxtı yoxdur. Sübh namazında var, yoxdur. Zöhrdə var, yoxdur. Məğribdə var, yoxdur. İşada var, yoxdur. Bir dənə əsr namazının sonunda məkruh vaxt var. Həmən vaxtda şeytan gələr, günəş batan yerə, həmən yerdə elə bil ki, günəş batanda onun buynuzları arasında batar. Həmən vaxtda da səzdə etmək, namaz qılmaq qadağan olunmuşdur. İnsan namazını yenə qılır, əsr namazını qılır. Yəni, vaxtını çıxartmış sayılmır bu adam. Vaxtında qılmış sayılır. Amma həmən vaxtda saxlamaq, xüsusən də əsr namazını həmən vaxtda saxlamaq qadağa gəlirdi. Olmaz. Və ona görə Allah Teala Bəqərə surəsində deyir ki, namazları qoruyun, xüsusilə də orta namazı qoruyun, fikir verin deyir. Əsr namazına. Və Peyğəmbər sallallahu aleyhi ve sellemdən elə özündən soruşanda o hansı namaz olmasını özü təfsir eləyir ki, bu əsr namazıdır. Bu bir. İkincisi, əziz qardaşlar, Qay dərəsi. Deməli, Allah Teala Məryəm surəsi 59-cu ayədə deyir, əziz qardaşlar, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا. Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Deməli, namazı nə üçün buraxır? Şəhvətə. Şəhvətinə, dünya istəklərinə, dünya bərbəzəyi. Şəhvət eləcənə insan düşünməsin ki, şəhvət elə təhcənə cinsi istək nəzərdə tutulur. İnsanın, yəni nəfsi istəkləri, bütün nəfsi istəklər şəhvətə daxildir. Yəni insanın yemək yeməsi, gəzməsi, yəni ki, bu da həmçinin dünyaya bağlı olması, bu da həmçinin şəhvətdir. Deyir ki, onların arxasınca namazı buraxır, şəhvətə uyan bir nəsil gəldi. Yəni ki, insan namazı dünya bərbəzəyinə, ticarətinə, işinə görə, şəhvətinə görə, lap deyək ki, bizdə başa düşülən olsun, qadına görə evlənir, qadın səbəb olur ki, ibadətini tərk edir. Deyir, onlar ziyana uğrayacaqlar. Mənası, alimlər təfsirdə deyirlər ki, mənası budur. Mənası yəni ki, burada فَسَوْفَ يَلْقَوْنَ غَيَّا. Onlar ziyana uğrayacaqlar. Yəni, vaxt gələcəkdir ki, qiyamət günü ziyana uğrayacaqlar. Bir qism alimlər isə qay deyir ki, necə ki, hədisdə gəlibdir, deyir ki, cəhənnəmdə dərələrdən, çuxurlardan birisidir. Onlar ora düşəcəklər. Onunla qarşılaşacaqlar. Kim? Namazını tərk eləyən. Yəni, ibadət elib biri, əvvəlində birini dedi ki, namazını qılır. Amma səhlənkar yanaşır. Vaxtının sonunda tələm-tələsik qılır. İndi o ayəni tam təfsir edəndə, yəni tam aydın olacaqdır oradakı o məna nədir. Əziz qardaşlar, namaz elə bir ibadətdir ki, baxın görürsünüz, Allah Teala bir yerdə vay halına deyir. Və bir yerdə də Qay dərəsinə düşəcəyini deyir. Namazı səhlənkar yanaşanı və namazı tərk eləyəni. Və üçüncü də, əziz qardaşlar, odur ki, Müddəssir surəsindəki 42-43-cü ayələr. Mə sələkəkum fi səqar,
qalu lam naku minal musallin. Ümumiyyətcə namaz qılmayan. Bu da cəhənnəm, yəni ki, 7 cəhənnəmdən birisidir. Hansı ki, səqarın mənası yandırıb yaxan deməkdir. Yandırıb yaxan deməkdir. Və bəzi təfsirlərdə gəlir ki, cəhənnəmin ən aşağı təbəqələrindəndir. Yəni ki, cəhənnəmin, o səqar cəhənnəmi ki var, yəni ki, bir çox günahkarların, xüsusilə də o günahkarlar ki var, namaz qılmayan günahkarlar, onlar o səqar cəhənnəminə düşəcəklər. Bəzi qardaşlar, bilmək lazımdır ki, namaz qılmamaq bütün günahların başıdır. İnsanı adam öldürməsindən, oğurluq etməsidir, zinadır və digər nə günahlar var şirkdən başqa. Yəni, hətta insan valideynini öldürsə də belə, namaz tərk etmək ondan da böyük günahdır. Bütün İslam alimləri buna ittifaq ediblər. Alimlər deyirlər ki, bir insan necə razı ola bilər ki, biz bilirik namazın tərki barəsində alimlər ixtilaf ediblər, 2 görüş deyiblər. Birinci görüşdə deyirlər ki, bir mənalı olaraq kafirdir. Bir insan namaz qılmırsa da kafirdir. Bir qismi alimlər isə deyirlər ki, tənbəllik, səhlənkarlıqdan namazı tərk eləyərsə, müsəlmandır, böyük günah sahibi olan müsəlmandır. Amma həmən o bu qism alimlər deyirlər ki, başa düşdükdən sonra vacibliyi inkar eləyərsə, bu alimlər də deyirlər ki, o adam kafirdir. Və buna görə də alimlər deyirlər ki, bir insan necə razı ola bilər ki, öz barəsində alimlər ixtilafdadılar. Yəni, sənin barəndə bir yekun bir şey yoxdur ortalıqda. Sən müsəlmansan, yoxsa müsəlman deyilsən. Yəni, insan öz barəsində necə belə şeyə razı olar? Yəni, heç kim özün barəsində başqa bir şey, yəni sənə başqa birisinin bir məclisdə desələr ki, yaramazın biridir, şərəfsizin biridir, belə müasir sözdə maşinnikin biridir, insan xoşuna gələr, yalancının biridir, fırıldağın biridir, xoşuna gələr, heç kim xoşuna gəlməz bu söz. Yəni, bunların hamısından ən betəri bir insanın kafir olmasıdır. Bir insan kafir olmasıdır. Yəni, bu insan namazı tərk elədiyinə görə oğurluqdan da böyük günah, adam öldürməkdən də, zina etməkdən də, qumardan da, sələmdən də böyük günah işləmiş olur. Bəzi qardaşlar, qaydaq təfsirə dedik, izah elədik ki, o üçünü də səhlənkar olanlara vayil, qılıb tərk elədiyinə görə qayi, ümumiyyətcə qılmadığına görə isə səqar cəhənnəmi vardı. Allah qorusun. Allah Teala deyir ki, fəvailul lil musallin. Onlar namazlarında qafildirlər. Yəni, namazı səhlənkar yanaşar, vaxtında qılmaz ya da diqqətsiz, xuşusuz qılarlar. Yəni, namazın son vaxtına saxlayar, tələm-tələsik qılar və yaxud da vaxtından çıxardı, vaxtını çıxandan sonra namazını qılar. Əl-ləzinəhum ən salatihim səhun. O ayə səhv dedim. Deməli, fəvailul lil musallin, vay halına o namaz qılanın ki, burada bütün namaz qılanlar deyil, aşağıdakı xüsusiyyətlərə sahib olanlar nəzərdə tutulur. Əl-ləzinəhum ən salatihim səhun. Onlar namazlarında qafildirlər. Yəni, namaza səhlənkar yanaşar, vaxtında qılmaz və ya diqqətsiz, xuşusuz və ya da vaxtından çıxardaraq namazını qılar. Sonra deyir ki, Əl-ləzinəhum yuraun. Onlar riyakarlıq edərlər. Yəni, əməllərini insanlar görsün deyə edərlər. Allah üçün yox. Allah üçün yox. Bəzi insanlar var ki, əziz qardaşlar, yəni ki, namazını, ibadətini ümumiyyətcə, yəni dindarlığını insanlara göstərmək üçün. Yəni, mən də dindaram. Mən də namaz qılanam. Yəni, bu insanın bu İslamı Allah üçün olmalıdır. Namazı, ibadəti, bütün həyatı insanın Allah üçün olmalıdır. Biz bilirik ki, əməllərin qəbul olunmasında, əziz qardaşlar, 2 şərt var. Birincisi ixlasdır, ikincisi sünnəyə tabeçilikdir. İxlasın əksi nədir? Riyadır. Sünnənin də əksi nədir? Bidətdir. Allah qorusun, hər ikisi də məzəmmət olunan pis şeylərdir. Və riya da elə pis bir əməldir ki, əziz qardaşlar, insanın əməli puç olur, böyük günah qazanır. Üstəgəl də qiyamət günü, necə ki, məşhur hədis var, qiyamət günü üzü üstə sürüklənib, bütün insanların içərisində ilk üzü üstə sürülünüb cəhənnəmə atılan riyakar insanlar olacaqdır. Hansı ki, o 3 qisim insan gətirilir, Quran oxuyan, sədəqə verən, bir də şəhid gətirilir və onlar dindirilir və yəni ki, riyakar olduqları üzə çıxır
Yəni insanlar onları tərifləsin deyə o əməlləri edirdi. Yəni desinlər ki, bu şəhiddir, qəhrəmandır, igiddir deyə nədir? O döyüşə getmişdi. İnsanlara əl tutur ki, desinlər ki, səxavətlidir, əl tutan adamdır, yardımsevər adamdır. Yəni bunda əməldə savab yoxdur. Bu etdiyi əməllər heç bir şey, heç nə gedir. Yəni o ola bilsin qarşı tərəf faydalansın, amma sən heç nə faydalanmırsan. Həm dünyanı itirirsən, həm də axirəti. Axirət isə daha acılıdır. Ən pisi də odur ki, bütün insanların qarşısında üzü üstə insanın ən hörmətli yeri üzü üstə sürüklənərək cəhənnəmə atılır. Allah qorusun. Və namazda görürsən xüsusilə namaz burada qeyd olunur. Deyir ki, onlar riyakarlıq edərlər. Yəni əməllərini insanlar görsün deyə edərlər. Allah üçün yox. İnsan əziz qardaşlar, nə əməl eləyirsə, istəyir ki, o Allah ondan qəbul etsin, Allah üçün etmək lazımdır. Çünki əməlin qəbul olunmasında başlıca ən birinci ixlas dayanır. Sonra sünnəyə tabeçilik. Yəni bir insanın əməli Quran və sünnəyə uyğundur, amma ixlaslı deyil. Əməl qəbul olunmaz. Bir insan ixlaslıdır, Allah üçün eləyir, amma etdiyi əməl sünnədə yoxdur, bidətdir. Şəriətdə elə bir əməl yoxdur. O əməlin keyfiyyəti, forması, əməli forması yoxdur. Yenə də o əməli Allah qəbul etməz. Çünki Allahın buyurmadığı formada sən yerinə yetirirsən və Allah da onu səndən qəbul etməz. Və sonunda da 7-ci ayədə Allah Teala deyir ki: "Və yemna'unel ma'un." Və ma'unu xırda köməyi əsirgəyərlər. Yəni ya zəkatı verməzlər, zəkata mane olarlar, ya vermir, ya mane olur. Ya da ki, xırda köməyi özü etmir və yaxud da mane olur. Xırda kömək. Xırda kömək də dedik ki, ev əşyalarıdır. Yəni sonunda olan kəlmə elə bir surənin, yəni ki, bir çox surələrdə biz bildiyimiz kimi surələrin adları surənin içində olan, ayələrdəki olan kəlmələrdir. Bu da sonuncu 7-ci ayədə olan kəlmə surənin adıdır. O da nədir? Xırda kömək. Yəni dedik ki, zəkat mənasıdır və yaxud da ki, xırda köməyə mane olmaq. Məun insanların gündəlik istifadə etdiyi xırda əşyalardır. Qab-qacaq alətləri və s. Yəni baltadır, vedrədir, lapatkadır və digər yəni ki, o istifadə olunan, yəni onlar ən kiçik yaxşılığı belə etməyə xəsislik edərlər. Deməli, əziz qardaşlar, bu surədən çıxan əsas dərslər. Biz buradan nə fayda götürdük? Nə əldə etdik? Həqiqi iman insanlarla gözəl rəftar etməklə özünü göstərir. Xüsusilə yetim və kasıblara qarşı. Deməli, birinci nədir? Həqiqi iman insanlarla gözəl rəftar etməklə özünü göstərir. Xüsusilə yetim və kasıblara qarşı. Yəni, insanın imanında həqiqidirsə də imanında, doğrudursa da, o imanı insanlara rəftar etməyində biruzə verəcəkdir, göstərəcəkdir. Xüsusilə də yetim və kasıbları olan. Əziz qardaşlar, baxın, Allah Teala birincisi dini inkar elər, sonra nə deyir? Yetimi. Bax, bir insan ki, dini inkar edir, çoxsu ki var, o dini, ahirəti, cənnət, cəhənnəmi inkar edirlər. Elə insanların əksəriyyəti yardımsevər insanlar olmurlar. Yardımsevər insan hansı insanlardır? İman əhlidir. Cənnətə, cəhənnəmə iman eləyən, ahirətə iman eləyənlərdir. Ki, yəni mən bunu eləyirəm Allah rızası üçün, bunun qarşılığını Allah Teala qiyamət günü mənə verəcək. Yəni burada mən savab qazanıram, günahım silinir, Allah yanında dərəcəm qalxır. Və onun qarşılığında cənnətdə vəd olunan nemətlər vardır. Namazı ixlasla və vaxtında qılmaq çox vacibdir. Əsas dərs nədir burada? Namazı ixlasla və vaxtında qılmaq çox vacibdir. Çünki Allah Teala namazı səhlənkar yanaşanları təhdid eləyir. Riyakarlıq əməlləri puç edir. Nəinki namaz, bütün əməllər. Niyə namaz xüsusilə namazın arxasında gəldi? Çünki insanın gündəlik etdiyi ən əzəmətli əməl, birincisi ən böyük əməldir. Həmçinin də ən çox etdiyi əməldir. İnsan ola bilsin gün ərzində digər xeyir əməllər etməkdə səhlənkar olsun, qafil olsun. Amma namazlarını deyək ki, qılır. O namaz birincisi vacibdir. İslamın rukunudur. Tohiddən sonra gələn ən böyük əməldir. Ona görə və gündə 1 yox, 2 yox, 3 yox, 4 yox, 5 dəfə qılınır. Yerinə yetirilir. Vacib əməldir. Ona görə xüsusilə də bu əməlin sonu
riya etməməklə tamamlanır. Namaza, vay halına namaza səhlənkar yanaşanların, hansı ki, o namazlarını, vay halına namaz qılanların ki, namazlarında səhlənkardırlar və riyakarlıq edirlər. Həm namaza və həmçində nədir? Xüsusilə də dedik ki, niyə namaz? Çünki namaz əməllərin başıdır, İslamın dirəyidir, vacibdir, gündəlik yerinə yetirilən ən böyük əməldir. Yəni sən bu günləri namazdan böyük əməl yerinə yetirə bilərsən? Yox. Oruç tutdun, Ramazan orucudur. Namaza bərabərdir? Yox. Zəkat verdin? Yox. Həccə getdin? Yox. Cihada getdin? Nə eləyirsən elə? Valideyninə yaxşılıq etdin? Namaza bərabər deyil. Müsəlman başqalarına hətta kiçik işlərdə belə kömək etməlidir. O məun sözünə görə. Bu surə həm Allahın haqqını, ixlas və namaz, həm də insanların haqqını mərhəmət və kömək bir arada göstərir. Deməli, bu surə sonunda deyir ki, əziz qardaşlar, bu surə həm Allahın haqqını göstərir bizə. İxlas, riyadan kənar olma və namaz. Bu Allahın haqqıdır. İxlas və namaz. Xüsusilə surədə vurğulandığı üçün. Həm də insanların haqqı. Mərhəmət və kömək. Kömək etmək, miskinə, kasıba kömək etmək, xırda əşyaları belə verməkdə mane olmamaq. Yəni, bu bir arada gəlmişdir, əziz qardaşlar. Yəni, bu onu göstərir ki, iman əhli, namaz qılan bir şəxs, ixlaslı bir şəxs belə şey etməz. Yəni, yetimlik olmaz, kasıba yardım eləyər. Həmçinin kiçik gördüyü bir əməli belə küçümsəməz. Yəni, məsələn, vedrə adamı deyir ki, qazandı mı, qab-qacaqdır, bu kimi şeyləri küçümsəməz. Və əziz qardaşlar, həmçinin deyir ki, namaz, biz birlikdə ayədə gəldiyi ki, Ənkəbut surəsində gələn ayə, insanı yaramaz, çirkin, pis əməllərdən insanı çəkindirir. O namaz ki, əziz qardaşlar, insanı çəkindirmir, deməli, o namazda problem var. Ona görə Allah təala burada deyir. Yəni, ya xuşusuz qılır, ya ixlassız qılır, ya vaxtında qılmır, ya tələm-tələsik qılır. O namaz ki, ixlasla, sünnə ilə, vaxtında doğru düzgün qılınarsa, sən namazını qorusan, namazın da səni qoruyar, əziz qardaşlar. Sən namazı qorusan, namaz da səni yaramaz, çirkin, fahiş, alçaq əməllərdən səni qoruyub saxlayar. İnsan namazını qorumasa, bilsin ki, o namaz da səni qorumayacaq. İnsan deyir ki, deyirlər ki, bir insan namazı tərk elədi. Əslində, namaz onu tərk elədi. Niyə? Çünki o layiq deyildi. Layiq olmadığına görə namaz onu tərk elədi, çıxdı, getdi. O layiq olsaydı, namazı qorusaydı, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əmisi oğlu İbn Abbas'a deyir ki, İhfəzillah, yəhfəzuk. Allahı qoru, Allah da səni qorusun. Eləcənə də insan, elə orada ən başlıcada Allahı qorumaq, onun əmrlərini yerinə yetirib qadağalarından çəkinməkdir. Onlardan da ən başda namaz gəlir, əziz qardaşlar. Namaz. Elə ixlasın özü nədir? Təvhiddir. Yəni, bütün əməllərdə biz deyirik ki, birinci nədir? Təvhiddir. Şahadət kəlməsi. Sonra namazı da. Elə namazı sən qılanda ixlasa riayət eləyəndə niyyətində düz oldu, təvhiddir. Yəni, çünki niyyət hardadır? Namazın çölündə. Hələ sən namaza başlamayıbsan. Namaza başlayanda, deməli, ixlasla başlayıbsan, təvhidlə başlayıbsan. Deməli, riya ilə başlayıbsansa da, deməli, nə ilə başlayıbsan? Şirklə başlayıbsan. Riya da kiçik şirkdir, böyük günahdır. İbadət və davranışın əlaqəsi, əziz qardaşlar, burada. Deməli, ibadətlə davranış var surənin içində. Surə göstərir ki, həqiqi namaz insanın davranışında əks olunmalıdır. Kim Allahın huzurunda dayanırsa, onun yaratdıqlarına qarşı mərhəmətli olmalıdır. Kim Allahın qarşısında dayanırsa, onun yaratdıqlarına da nə olar, əziz qardaşlar? Bunun ibadətlə davranışın əlaqəsi var. Çünki surə əlaqələndirdi. Riyanın təhlükəsi. Deməli, yaramaz əməllərdən çəkinməyən, qəlbi ixlasla doldurmayan və yaxşı əmələ çevrilməyən namaz ruhsuz namazdır. Yəni, keyfiyyətsiz namazdır. Kiçik əməllərin önəmi.
Bəzən insanlar kiçik əməllərə önəm vermirlər. Surə Məunu, xırda köməyi, əsirgəyənləri qınayır. Bu isə bizə öyrədir ki, İslam ən sadə işlərdə belə yardımlaşmağa təşviq edir və nə qədər kiçik olsa da yaxşılığı əsirgəmək dindən məzəmmət olunur. Dində məzəmmət olunur. Bəzi qardaşlar, bu da Məun surəsinin təfsiri idi. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daima harada olduqsa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illə ent. Əstəğfiruka və ətubu ileyh.